Mənə dedi ki, iynə vurulacaq. Bəs üzr istəyirəm, valideynlərinə dedilər, valideynləri oradan çıxdı və sənə nə dedilər valideynləri? Valideynlər mənə dedi ki, sadə limfa. Mən də bilmirəm limfa nədir. Hiss olunurdu ki, onların vəziyyəti necə idi valideynlər? Ağrıyıb eləyirdilər. Gecələr ağrıyırdılar. Evdəkilər. Yəni mən yatandan sonra heç görürdüm, eşidirdim. Xəstə. Soruşmurdun? Özüm şey eləmirdim. Özüm azdan çoxdan bilirdim. Axtarmışdım da o cavabın kağızını, cavabdan çəkmişdim kağızı, internetdə baxmışdım. Bu da çox dərini bilmirdim də o xəstəlik ümumiyyətlə nə deməkdir, o xərçəng nədir heç bilmirdim. Cavablar çıxdı, bizə zəng edirlər ki, bəs yaxınlaşılan Koycaya siz yatışa gəlirsiniz. Evdə də mənə dedilər ki, bir həftəlik gedirik. Səndə limfa... Hələ bilmirsən. Bilmirəm. Limfa şit çəkilsin, qaydacaq. O çəkilsin, bu çəkilsin, getdik xəstəxanaya. 2 ay falan oradayam. Hələ dişim də çəkilmir də limfalarım. Professor gəldi, mənə əməliyyat edəcəklər. Bəs dedi ki, cavanda orqanizma bir kurs ximiya verək. İşdə geri çəkilmə olsa, yəni balacalaşma olsa ximiya ilə davam eləyək. Olmasa əməliyyat edib götürək. Bir kurs ximiya verək.